biz yəni həm türk dövlətlərini əhatə edən, həm də Güney Azərbaycan məsələsini xüsusilə əhatə edən layihələr keçirməyi planlaşdırırıq və edirik. Bizim ancaq yəni Güney Azərbaycandan hal-hazırda bir təşkilatla var. Güney Azərbaycan Demokratik Türk Birliyi. Onunla birlikdə Əjdər bəy Tağzadə ilə və bir də biz onun Avstraliya nümayəndəsi Mikail bəy Oyta ilə çox əlaqələrimiz olur. Amma biz hər konferansımızda, yəni mövzusundan asılı olmayaraq, mən hər daim çıxışımda bunu qeyd edirəm ki, bizlər İskit soylu, Sak ləyaqətli, Hun əzəmətli, Oğuz nəsilli, Türk əsilli türkük. Millətimiz türk, dilimiz türk dili, ölkəmiz Turan, vətənimiz Azərbaycandır. Amma sadəcə Azərbaycan deyil, bütün türk dünyasını əhatə edən nə qədər türk dövlətləri var. Sadəcə də türk dövlətləri yox, xarici ölkələrdə olan türk özərk cümhuriyyətləri var, muxtar cümhuriyyətləri var. Onlardır və eyni zamanda da bütöv Azərbaycanı əhatə etməlidir. Məsələn, bayaq siz də dediniz, mən də demişdim. Quzeyli, Güneyli və İraq türkmənləri, Suriya türkmənləri, onların hamısının kökü Azərbaycanlılardır, Azərbaycan türkləridir. Və onlar da hal-hazırda da zaten öz milli məhkurələrində, öz düşüncələrində bunu aşılayırlar. Biz Allahın izni ilə, bir də eyni zamanda mənim məqalələrim çıxır Güney ilə bağlı. İran adlanan yerdə baş verən mənfi və bizim Güneyli qardaşlarımızın etdiyi müsbət hadisələrlə bağlı məqalələrim çıxır. Eyni zamanda Urmiyədə yayımlanan bir beynəlxalq jurnal var. Orada da mənim məqalələrim çıxır. İndi Urmiyə ilə bağlı bir məqalə vermişəm. 3 aya inşallah ki, o məqalə də çıxacaq. Və Güney, bizim məqsədimiz Güneydir. Bizim məqsədimiz bütöv Azərbaycandır. Bizim məqsədimiz Turandır. Türk dünyasıdır. Bizlər, məsələn, bizim Türkiyədə 140-a yaxın təşkilatla, qeyri-hökumət təşkilatı ilə əməkdaşlığımız var. Biz onlara, məsələn, bildiririk ki, bizim bəzi, məsələn, Güneydəki haqlı səsimiz var. Onu siz də paylaşın, yayın. Nə qədər yaysanız, nə qədər mətbuatda. Çünki mətbuat önəmlidir. Məsələn, sizin hal-hazırda etdiyiniz bu amal media böyük önəm daşıyır və sizi təbrik edirəm, sizə təşəkkürümü bildirirəm. Çünki sizin bu dəqiqə etdiyiniz bu mövzunu hər adam etmir. Həqiqi milliyyətçi, həqiqi vətənpərvər insanlar edir. Bu minvalla da sizi təbrik edirəm. Çox yaşayın dəyərli Şahin bəy, bizim bu çağırışı qəbul ediniz. Sizdən öz təşəkkürümüzü bildiririk. Habelə bizi Instagramda Az24 News'dan bizi canlı izləyənlər, YouTube kanalımızdan bizi canlı izləyənlərdən öz minnətdarlığımızı bildiririk və sonra bizi izləyənlərdən də öz təşəkkürümüzü bildiririk. Mən son sözü yenə sizə buraxacağım. Buyurun, əgər son bir sözünüz var Azərbaycan Türk xalqı üçün, Türk milləti üçün, Güneyli, Quzeyli fərq eləmir ya bütün dünyanın hər yerində səfələnmiş Azərbaycan Türk millətinə sizdən eşidik. Mənim bir sözüm var, bir şeirim var. O şeiri demək istəyirəm. Ey igidlər, bir eşidin, ucadan səslə hayqırın, nə mutlu türkəm deyənə. Ergenekon yurdumuza, Qızıl Elma davamıza, Ulu Türk'ün xilaskarı o Bozqurda salam olsun. Bütün Güney Azərbaycandan, Bozqurtlar yurdundan sevgi və sayğılarımı çatdırıram. Bütün Güneyli qardaşlarımızı, bütöv Azərbaycan qardaşlarımızı hamısını öpürəm, bağrıma basıram. Var olun. Çox yaşayın, təşəkkürünüzü bildik dəyərli Şahin müəllim. Gözəl bir danışıq oldu, gözəl bir fikirlər oldu. Umuram daha bu görüşlərimiz çox olsun. Bizim çağırışlarımızı qəbul edəsiniz. Sizin təşkil gənclər çox önəmlidir. Bir gənc olaraq yeni bir nəsl demək olar Azərbaycanın bütövünə çalışmaq gerçəkdən çox dəyərlidir və demək olar mən şəxs olaraq sizin alnınızdan, əlinizdən öpürəm ki bütün Azərbaycanımızı, özəlliklə Güney Azərbaycanımızın qayğısı bu qədər çəkilsin. Sağ olun, yaşayın. Ha belə sevgili soydaşlar ki, oturdular bizi dinlədilər, oradan öz minnətdarlığımızı bildirirəm. Hamınızı Allah'a tapşırırım.